Bismillah və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Əziz və hörmətli müsəlmanlar, Allah Azza və Cəllə Quran-ı Kərimdə öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmi tərifləyərək buyurur ki, İnnəkə ləalə xuluqin azim. Ey Muhammed, həqiqətən sən əzəmətli əxlaq üzərindəsən. Yəni sən əzəmətli, uca, ən yüksək əxlaq üzərindəsən. Yəni əxlaqlı olmaq həqiqətən də Allahın tərifinə layiq olmaqdır. Allah Azza və Cəllə insanlardan əxlaqlı olmağı tələb eləyir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də uca əxlaq üzərində olub, əzəmətli əxlaq üzərində olub və müsəlmanlara da əxlaqlı olmağı tövsiyə eləyib. Əxlaqlı olmaq dedikdə, əziz müsəlmanlar, birinci hikmətli olmalısan. Hikmətli olmaq dedikdə, yəni anlayışlı olmalısan, məsələlərə elmlə yanaşmalısan, bəsirətlə yanaşmalısan ki, hətta hikmətli olasan. Yəni, əxlaqlı olmaq üçün birinci hikmətli olmaq lazımdır. Məsələlərə hikmətlə yanaşmaq lazımdır. Əgər məsələlərə hikmətlə yanaşmasan, o zaman sən əxlaqlı olmursan. İkinci isə şücaətli olmalısan, yəni mərd olmalısan, qorxmaz olmalısan, güclü olmalısan, yəni əxlaqlı olmaq üçün, yəni şücaətli olmalısan, hər zaman haqqı söyləməlisən, hər zaman məzlumların yanında olmalısan, güclü olmalısan, şücaətli olmalısan, hətta əxlaq sifətinə yiyələnəsən. Üçüncü isə iffətli olmalısan. Yəni sən əxlaqlı olmaq üçün üçüncü iffətli olmalısan. İffət dedikdə, yəni həyalı olmalısan, abrlı olmalısan, ismətli olmalısan. Hətta iffətli olmaqda dedikdə, yəni sən dilinlə iffətli olmalısan, gözünlə iffətli olmalısan, qulağınla iffətli olmalısan, əlinlə iffətli olmalısan, ayağınla iffətli olmalısan, bütün orqanlarınla iffətli olmalısan ki, əxlaqlı olasan. Yəni gözünlə haramlara baxmamalısan, qulağınla haramları eşitməməlisən, əlinlə haramlara əl uzatmamalısan ki, hətta iffətli olasan. Deməli, əxlaqlı olmaq üçün, əziz müsəlmanlar, üçüncü iffətli olmaqdır. Dördüncü isə, əziz müsəlmanlar, əxlaqlı olmaq üçün adil olmaq lazımdır. Yəni, bir müsəlmanın əxlaqlı olması üçün 4 sifətə ehtiyacı var. Yəni, əxlaqın belə deyək, 4 rükünü var. Birinci rükünü hikmətdir. İkinci rükünü şücaətdir, yəni mərdanəlikdir. Üçüncü rükünü isə iffətdir, təvazükarlıqdır, həyadır, ismətdir, abırdır. Dördüncü isə adillikdir. Yəni, sən əxlaqlı olmaq üçün mütləq və mütləq adil olmalısan. Daim insanlar arasında adilliklə hökm verməlisən. İnsanlarla adilliklə davranmalısan. Ətrafınla, ailənlə, dostlarınla, qohumlarınla, müsəlman qardaşlarınla, hər kəslə adilliklə davranmalısan. Çünki Allah Azza və Cəllə adil olanları sevir. Məhz buna görə də bu 4 sifətə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yiyələndiyinə görə Allah Azza və Cəllə buyurmuşdur ki, ey Muhammed, İnnəkə ləalə xuluqin azim. Həqiqətən sən əzəmətli əxlaq üzərindəsən. Yəni, həqiqətən ey Muhammed, sən hikmətlisən. Həqiqətən ey Muhammed, sən şücaətlisən, mərdsən. Həqiqətən ey Muhammed, sən iffətlisən, həyalısan, abırlısan. Həqiqətən ey Muhammed, sən adilsən. Bu zaman insan əxlaqlı olur. Əgər bu 4 sifətdən biri səndə olmazsa, artıq sən əxlaqlı olmursan. Ona görə, əziz müsəlmanlar, çalışağın əxlaqlı olağın ki, Allah Azza və Cəllənin tərifinə layiq görləyin.